Xırdalan şəhərində Heydər Əliyev prospektin tam olaraq kənarında 10 mərtəbəli binanın 7-ci mərtəbəsindən yeni bir mənzilin təqdimatına gəlmişik dəyərli izləyicilər. Mənzilimiz 77 kvadrat metrdir, radno olaraq 3 otaqlı bir mənzildir. Hal-hazırda mən mənzilin qonaq otağındayım. Belə bir geniş qonaq otağı var. Yeni təmirdən çıxıb və təmirdən sonra yaşayış olmayıb. Divar kağızları, qapılar, hər bir şey dəyişdirilmiş vəziyyətdədir. Bura evimizin dəhliz hissəsidir, giriş qapısı burada nəzərdə tutulub. Sanitar qovşaqları ayrı-ayrılıqdadır. Dəhlizdən qonaq otağı və bura evimizin mətbəxi göstərilmişsə, mətbəxdən də eyvana çıxışdır. Mətbəx mebeli də tam olaraq quraşdırılmış vəziyyətdə dəyərli izləyicilər. Giriş qapısı qeyd edelim ki, bura evimizin sanitar qovşağı. Aksesuarları tam olaraq quraşdırılmış vəziyyətdədir və evimizin bura birinci yataq otağı. Burada belə bir dolabı yığılıb, şkaf kimi yəni istifadə edə bilərsiniz. Və bura evimizin hamam otağı, duş kabinə kimi yığılmış vəziyyətdədir və sonuncu yataq otağımız dəyərli izləyicilər. Qiymət 142.000 manata təklif olunur. 77 kvadrat metr mənzilin ümumi sahəsidir, kupçalı bir mənzildir, ipotekaya tam olaraq yararlıdır. İpotekası ayrılan müştərilər də müraciət edə bilərlər. Ətraflı məlumat almaq istəsəniz və satışda olan digər evlərimiz haqqında məlumat almaq istəsəniz yazılan nömrələrə saxlaya bilərsiniz. Bizi izləməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər, sağ olun.